Salam, müştəridən sifariş qəbul olunur, amma satış əməliyyatı hələ həyata keçirilmir. Bu mərhələdə əsas məqsəd qəbul edilən sifarişləri, planlanan satış tarixini və sifarişlərin icra vəziyyətini sistemdə izləməkdir. Bu təlimdə müştəri sifarişi prosesinin Logix ERP-də necə qurulduğunu nəzərdən keçirəcəyik. Gəlin prosesə baxaq. Logix ERP-də anbar və ticarət menyusundan müştəri sifarişi sənədini açırıq. Yeni düyməsini vuraraq yeni sənəd formalaşdırdıq. Burada vacib olan sahələr müştəri seçimi və malların seçimidir. Gəlin əvvəlcə müştərini seçək. HomeStyle adlı müştərini seçdik. Müştərinin sifariş verdiyi malları seçirik. OK düyməsinə vuraraq əsas pəncərəyə qayıtdıq. Burada miqdarları qeyd edirik. Misal üçün, hər maldan 50 kvadrat olaraq qeyd edirik. Burada hal-hazırda ambardakı mal qalıqlarını görə bilirik, ancaq müştəri sifarişi sənədi qalıqdan asılı olmayaraq yerinə yetirilir. Yəni, qalıq kifayət etməsə belə, müştəri sifarişi sənədini sistemdə təsdiq etmək mümkündür. Təsdiq sahəsinə işarə qoyaraq sənədi yaddaşa yazırıq. Əgər müştəri yaxındadırsa, sifariş sənədini çap edərək müştəriyə təqdim edə bilərik. Burada müştərinin adı, sifariş olunan mallar, miqdarlar, qiymətlər və yekun məbləğ qeyd olunur. Bu sənəddə həmçinin satış tarixi var. Planlanan satış tarixini əgər biz sənəddə qeyd etsək, onu da sifariş sənədinin çap formasında göstərə bilərik. Gəlin sənədə düzəliş edərək çatdırılma tarixini qeyd edək. Burada satış tarixi var. Təsəvvür edək ki, satış tarixi ayın 13-ü olacaq. Bu formada sənədi yaddaşa yazaraq çap edirik. Burada çatdırılma tarixi qeyd olunur və sənədin sistemdə işləmə tarixi qeyd olunur. Əgər müştəri uzaqdadırsa, müştəriyə sifarişi e-mail ilə və ya WhatsApp, Telegram vasitəsilə göndərmək istəyiriksə, burada sənədin üstündən sağ düyməyə vuraraq sənədi Excel-ə və ya PDF-ə çevirmək mümkündür. PDF-ə çevirdikdən sonra müştəriyə bu formanı göndərə bilərik. Gəlin indi hesabatları yoxlayaq. Müştəri sifarişi mal qalıqlarına təsir etmir, mal dövriyyəsinə təsir etmir, həmçinin maliyyədə kontragent hesabatına təsir etmir. Müştəri sifarişini satış hesabatlarından satış sifariş hesabatında izləyə bilərik. Burada görə bilirik ki, HomeStyle adlı müştəri bu malları sifariş vermişdir, ancaq satış hələ ki həyata keçirilməmişdir. Gəlin indi təsəvvür edək ki, biz satışı həyata keçiririk. Bunun üçün gəlirik malın satılması sənədinə. Yeni düyməsini vurduq. Biz sizinlə daha əvvəl satış sənədini işləyərkən bu sahələrdən müştəri və malları seçmişdik. Ancaq hal-hazırda biz daha əvvəlcə sifariş sənədini işlədiyimiz üçün təkrar bu sənədi işləməyə ehtiyac yoxdur. Bunun üçün buradan sadəcə daha əvvəl işlədiyimiz sifariş sənədini seçirik. Sifarişi seçdikdə sifariş sənədinin tarixi, sifarişin nömrəsi, sifariş verən müştərinin adı və aşağı hissədə malların miqdarları və qiymətləri əks olunur. Sadəcə burada təsdiq sahəsinə işarə qoyaraq sənədi yaddaşa yazırıq. Biz satışı həyata keçirdik. Gəlin hesabatları yoxlayaq. Birinci sifariş hesabatına baxaq. Biz burada görə bilirik ki, artıq sifariş tam olaraq həyata keçmişdir. Eyni zamanda gəlin indi müştəri sifarişin sənədini yoxlayaq. Səhifəni yeniləyirəm. Burada görürük ki, sənədin statusu artıq yenilənmişdir və sənədin statusu tam satılıb olmuşdur. Gəlin müştəri sifarişi sənədinin statuslarına baxaq. Burada bir neçə statuslar var. Satılmayıb, yarı satılıb, tam satılıb, artıq satılıb və ləğv edildi. Burada yuxarıdakı ilk 4 status sistem tərəfindən avtomatik olaraq təyin olunur. Sonuncu ləğv edildi statusu isə istifadəçi tərəfindən seçilir.
Gəlin indi müştəri sifarişini daha fərqli formada sistemdə işləyək. Bunun üçün mən daha əvvəlcədən işlənmiş sifarişin kopyasını çıxarıram ki, daha sürətli olsun. Əlavə düyməsindən istifadə edəcəm. Sifariş sənədi kopyalandı. Burada təsəvvür edək ki, bu eyni sifarişi daha fərqli müştəri verir. Misal üçün Office Pro verir. Miqdarları fərqlidir. Miqdarların dəyişirəm. Miqdarlarını daxil etdik və sənədi yaddaşa yazırıq. Gəlin indi malın satılmasını həyata keçirək. Malın satılmasına daxil olduq. Yeni vurdum. Həmin müştəri sifarişini bu hissədən seçirik. Təsəvvür edək ki, bu səfər biz satışı tam olaraq həyata keçirmirik. Qismən həyata keçirəcəyik. Misal üçün, bu maldan 20 kvadrat satış edirik. Bu maldan tam 30 kvadrat metr satış edirik. Bu malı isə hal-hazırda satışın həyata keçirmək. Sağ düymə ilə bu malı sənəddən silirəm. Təsdiq sahəsinə işarə qoyaraq sənədi yaddaşa yazdım. Gəlin hesabatı yoxlayaq. Satış sifariş hesabatına baxıram. Burada görə bilirik ki, bəli, bu tarixdə Office Pro adlı müştəri belə bir sifariş verib. Bu miqdarlarda 30 kvadrat sifariş verilib MDF-dən, ancaq satış 20 kvadrat olmuşdur. Digər malın satışı tam olaraq həyata keçirilmişdir. Üçüncü mal isə hələ ki satışı olmamışdır. Gəlin müştəri sifarişi sənədinin statuslarını gözdən keçirək. Burada görə bilirik ki, ikinci yazdığımız sifariş sənədinin statusu dəyişərək yarı satılıb olmuşdur. Eyni zamanda sifariş sənədində rəngi dəyişmişdir. Gəlin indi təsəvvür edək ki, satışın qalan hissəsini də biz icra edirik. Təkrar malın satılmasına daxil oluruq. Yeni düyməsinə vurdum. Sifarişi buradan seçirik. Burada artıq müştəriyə hansı malları borclu qalmışdıqsa, həmin mallar sifarişə əsasən əskik qalan miqdarda avtomatik olaraq sənədə əks olunur. Təsdiq sahəsinə işarə qoyaraq sənədi yaddaşa yazırıq. Gəlin hesabatı yoxlayaq. Biz görə bilirik ki, artıq satış tam olaraq həyata keçmişdir. Heç bir malda qalıq qalmamışdır. Gəlin müştəri sifarişi sənədinin statusunu yoxlayaq. Burada görə bilirik ki, artıq ikinci sənədin də statusu tam satılıb olaraq yenilənmişdir. Praktikada müştəri sifarişi müəssisəyə daxil olan tələbatı əvvəlcədən qeyd etmək və planlaşdırmaq üçün istifadə olunur. Bu sənəd vasitəsilə qəbul edilən sifarişlərin icra vəziyyətini, planlanan satış tarixlərini və müştəriyə çatdırılmalı malları sistemdə izləmək mümkündür. Beləliklə, müştəri sifarişi satış prosesinin planlı və nəzarətli şəkildə idarə olunmasına kömək edir. Növbəti təlimdə isə satış güzəştlərinin tətbiqi qaydası ilə tanış olacağıq. Sağ olun.